hər zaman Azərbaycan milli dəyərlərini biz dünya ölkələrinə təqdim etmişik. O dəyərlər sırasında əlbəttə ki, Azərbaycan milli xalçalarını xüsusilə vurğulamalıyıq. Bəli, elə bizi birləşdirən bir dəyərlərdən biridir. Və eyni zamanda 2025-ci ildə nəinki yerli sakinlərin, turistlərin də, ölkəmizə gələn turistlərin də Azərbaycan milli xalçalarına marağı olduqca böyük idi və onlar Azərbaycan milli xalça muzeyinə yollanırlar. Biz əslində seyir axtarırıq, hədiyyə axtarırıq. Amma Şaxta baba gör buranı necə gözəl bir anın içində dəyişdi və biz sizinlə bərabər möcüzəvi və gözəl xalçalarla bərabər efirimizi davam edirik. Bəs bu xalçalar necə ərsəyə gəlir və necə qorunub saxlanılır, necə həm bizim cəmiyyətimizə, həm də bütün dünya ictimaiyyətinə necə təqdim olunur? Bununla bağlı həm söhbət olacaq, əlbəttə qonağımız da var. Qonağımızı təqdim etmək istəyirəm. Azərbaycan Milli Xalça Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əminə Məlikova bugün, bu sabah bizimlədir. Əminə xanım. Sabahınız xeyir olsun. Sabahınız xeyir, Əminə xoş xanım, gördük. xoş gördük. Necəsiz? Siz də bayram münasibəti ilə təbrik edirik. Sabahınız xeyir olsun. Təbrik edirik sizi. Mən sizə mikrofonu təqdim edim. Bizim mikrofonumuz. Gəl, bax buradadır mikrofonumuz. Oradadır. Təqdim edək. Xoş gördük. Sabahınız xeyir, Sabahınız. salamlayıram sizi, hörmətli tamaşaçılarımızı və fürsətdən istifadə edərək hamını bizi izləyən, bizi baxan hər kəsə mən bir xoş gün arzu etmək istəyirəm. Yeri gəlmişkən sizin studiyanızda hər zaman belə gözəl ab-hava var, amma bugün burada xüsusi bir ovqat var. O da bilmirəm, yəqin ki o xalçalarımızdan gəlir, çünki hər bir xalçada bizim əcdadlarımızdan bir sevgi kodu var, bir sevgi mesajı var, biz bunu hamımız bilirik və yəqin ki bugün bayram ərəfəsidir. Sabah bizim hamımız üçün çox özəl və önəmli günlərdən biridir. Çünki birincisi dünya Azərbaycanlılarının həmrəylik günüdür. Mikrofonu bir balaca yaxın. Və əlbəttə ki artıq yeni il gəlir. Bugün də bu günlərdə müəyyən bir hesabat vaxtıdır və 2025-ci il ərzində bütün əldə etdiklərimizi biz bir-bir sadalayırıq və özümüz özümüzə hesabat veririk. Azərbaycan Milli Xalça Muzeyi üçün uğurlu illərdən biri oldu 2025-ci il. Biz rekord rəqəmə gəlib çıxdıq. 160 mindən çox ziyarətçi gəlib ziyarət edib bizim muzeyə. Bu da təbii bir haldır. Biraz tarixə nəzər yetirsək, biz bilirik ki 1967-ci ildə yaranan bu muzey dünyanın ilk ixtisaslaşdırılmış xalça muzeyidir ki, bugün də dünya muzeylərindən əlbəttə ki heç də seçilmir. Bütün beynəlxalq standartlara uyğun bir muzeyimiz var və mən bugün bütün tamaşaçılara da tövsiyə etmək istəyirəm. Əgər siz bayram günlərində Bakıda keçirməyi planlaşdırırsınızsa, mütləq muzeyə gəlin. Dostlarınızı, ailə üzvlərinizi, tanışlarınızı muzeyə dəvət edin. Mən bilirəm ki, hər bir muzeydə maraqlı, biri-birindən parlaq sərgilər təqdim olunur bu bayram günlərində. Sabah və ayın biri istisna olmaqla digər günlər, bayram günləri muzey hər gün açıqdır. Elə Əminə xanım, biz qeyd etdik, 2025-ci ildə Xalça Muzeyinə nəinki yerli sakinlərin, turistlərin də marağı vardı və buna səbəb əlbəttə ki, orada keçirilən bir çox sərgilər idi. İstərdik, bax, bu layihələr barədə də sizdən eşidək. Çox sağ olun bu suala görə. May ayında 2016-cı ildə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış sərəncama görə may ayında hər il may ayının 5-i Respublikada xalçaçı günü kimi qeyd edilir və artıq son neçə il ərzində hətta beynəlxalq səviyyədə xalça festivalı keçirilir. Və bu günlə bağlı biz təntənəli şəkildə ilk dəfə olaraq Marakeş Krallığının Marakeş xalçaları immersiv bir sərgi keçirdik. Çox uğurla keçirildi bu sərgi. Maraqlısı odur ki, Marakeşdə olan, toxunan xalçalar Azərbaycan xalçaları ilə çox böyük oxşarlıq var. Var. Bəli, var. Sonra bir neçə bizim maraqlı sərgilərimiz oldu. Mən elə burada görürəm Azərbaycanın xalq rəssamı Arif Hüseynov tərəfindən yaradılmış xalçanın yaranışı layihəsi çərçivəsində
biz Arif müəllimin bu sənət əsərinə belə ithaf kimi bu xalçanı toxuduq. Bizim muzeyimizdə ənənəvi texnologiyalar şöbəsi fəaliyyət göstərir və orada 14 yüksək peşəkarlığa malik olan toxucularımız da işləyir. Yeri gəlmişkən mən onları da buradan salamlayıram. Mən hər dəfə onlara müraciət edirəm ki, nə yaxşı ki siz varsınız. Biz adətən xalçaçılıq sənətimizdən bəhs edirik bizə gələn ziyarətçilərə. Amma o xalçaçılıq sənətimizi yaşadan sizsiniz. Ona görə onların əlləri var olsun. Onların bir nümayəndəsi də Zemfira xanım. Elə canlı əslində mən onu deyəcəkdim ki, hal-hazırda biz izləyirik ki, bax bir xalça toxunuşu necə baş tutur və əslində bir suallara keçəcək. Mən istərdim ki, bir xanımla bir söhbət eləyək icazənizlə. Salam, hər vaxtınız xeyir olsun, necəsiniz? Salam, sabahınız xeyir, çox sağ olun, yaxşıyam. Mən də hamını, bütün xalqımızı bu gözəl bayramı ilə təbrik edirəm. Əslində çox çətin bir işiniz var, amma bir sual verim. Bir xalçanın toxunmasında nə qədər vaxt gedir? Yəni, bax, misal üçün, bunu deyə bilərsiniz, zəhmət olmasın. Bəli, hal-hazırda toxuduğum xalçanın ölçüsü 50 sm 70-ə. Onu bir ay vaxt lazımdır. 8 saat gün ərzində toxuyub, durmadan. Ölçüdən asılı olaraq təbii ki, ölçüdən və sıxlıqdan asılıdır. Xalçan mürəkkəbliyindən asılıdır xalçan. İndi sizdən soruşum, çətin deyil ki, yoxsa öyrəşmişsiniz? Valla mənə çətin deyil, çünki mən sevirəm bu işi. Yəni burada naxışlar müxtəlifdir. Təbii ki, bu naxışların hər birini alındırmaq yəqin ki, biraz da düşündürür insanı və bu zehni olaraq da yorur. Biraz da bu prosesdən istəyərdim bəhs edəsiniz ki, bunları etmək üçün insanda hansı bacarıq olmalıdır? Bəli. İlk növbədə səbr lazımdır. Həqiqətən səbr lazımdır. Diqqət olmalıdır. Ümumiyyətlə bu iş elədir ki, xalça toxuyanda yəni depressiyada olan insan depressiyadan çıxır. Nə gözəl. Nə gözəl. İşiniz avanda olsun. Mən təklif edirəm ki, birazdan yenidən biz yenidən həmsöhbət olacağıq.